Qurban şəriətin təyin etdiyi vaxtda kesilməlidir. Bu da 10-cu gün bayram namazından sonra başlayaraq 13-cü gün məğrib əzanına qədər olan vaxtdır. Beləliklə də qurban günləri 4 gün olur. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: Hər kim namazdan qabaq qurban kəsmişsə, bu ailəsi üçün kəsdiyi ət sayılır və qurbanlıqdan onun heç bir payı yoxdur. وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا. Kəsilən heyvan qurbana mane olan eyblərdən salamat olmalıdır. O eybləri Peyğəmbər sallallahu aleyhi və səlləm bəyan edərək buyurmuşdur: 4 sinif heyvandan qurban kəsilməz. Gözü kör olub, körluğu açıq bilinən heyvan, xəstəliyi bəlli olan heyvan, aqsaq olub, aqsaqlığı bilinən heyvan və arıq olub, arıqlığı bilinən heyvan. Hədisdə keçən bu 4 eybə bunların mislində və bu eyblərdən daha betər olanlar da aid edilir və həmin heyvanlardan qurban kəsilmir. وَادْعُ إِلَى رَبِّكَ